Salam. Time 2025-ci il kitabından MX sertifikli suallara baxaq. Bu sual 36-cı suala baxın. Hətta 11-ci sinifin qəbuluna da buraxılış kitabında var 20 sınaq imtahanı. Eyni test olmasa da, yəni eyni tipli bir testdir. Yəni diqqətli olun buna. He seldom stays home on Sundays. Baxın 36, 37, 38, 3-də eyni məsələdən söhbət gedir. Üçündə də baxın seldom sözü var, barely var, scarce var, sonra hardly söz var. Yadınızda saxlayın ki, bunlar inkarlıq bildirir və bu özü inkarlıq bildirirsə, deməli ikinci tərəfə biz təsdiq verməliyik. Baxın inkarı silirik, inkar getdi, inkar getdi. Feilimizə baxırıq. Stay feili, stay feilinə sual necə verərik? Əlbəttə ki, do və does'la. He stays olduğu üçün does veririk. Will'i verə bilmərik. Əgər sual vermək istəyirsinizsə, ümumiyyətlə feilə baxın. Feilin qabağında onun köməkçi feili nədirsə, onunla da sual verin. Will yoxdur və cavabımız does him. 37-yə baxaq. We barely know what's happening. Yenə də barely inkarlıq bildirir. Ona görə təsdiq verməliyik. İkinci tərəfə ayrıcı sualdır. D getdi, B getdi, I getdi. İki variant arasında qaldıq. No feili. Feilinə sualı to be ilə verə bilmərik. To be'ni görmürük. Ona görə do, we veririk. Şəxs əvəzliyimiz it deyil, we'dir. Buna da diqqətli olun. 38-ə baxaq. I think he scarcely knows himself. I think, I suppose, in my opinion, on my mind. Belə bir əvvəldə fikir bildirən sözlər varsa, münasibət bildirən sözlər. Bunlara fikir verməyin. Elə bil ki, bu yoxdur. Cümlə belədir. He scarcely knows himself. O bilir. Çox nadir hallarda tanıyır onu. Yenə də inkarlıq bildirir. İnkar olanlar gedəcək. Ayrıcı sualdır. İkinci tərəf təsdiq verməliyik. Və he knows olduğu üçün does he veririk. Cavabımız zibəndir. Belə. Bəyəndisə like edib abunə olmağı unutmayın. Hələlik.